Balanı boksdan çıxardan kimi, həmçinin də yuvadan çıxardan kimi fərqi yoxdur. Ümumiyyətlə, sərbəstlik vermək lazımdır ki, sahibini izləsin. Əgər bir bala hələ az vaxtlarından sahibini izləyirsə, bu o deməkdir ki, gələcəkdə onun təlim potensialı artır. Həmçinin sərbəst olmalı, gəzəndə baxın, quyruğu hər zaman dik olmalı, oynatmalı quyruğunu. Roy və tez-tez onu adı ilə çağırmaq lazımdır və mümkündürsə əgər adı ilə çağırandan sonra motivasiya olaraq yem də vermək olar ona. Bir qoy artıq adını bilsin. Mənim itim yavaş-yavaş adını öyrənib, indi motivasiya eləməyəcəm. Roy, yanıma. Gəl, aferin sənə. Və ərazidə ona şərait yaratmaq lazımdır ki, sərbəst gəzsin. Sərbəst gəzinti hələ də itin tanımadığı ərazidə olarsa, tanımadığı ərazidə bu cür sərbəst gəzir, qaçır oynayırsa və quyruğu da dişdirsə, bu o deməkdir ki, itin kifayət qədər özgüvəni var və it həmin ərazidə artıq özünə yer seçməyə başlayır. Baxın, artıq o öz ifrazatını eləyir ora, tualetini eləyir. Çünki bilir ki, yerinə eləmək olmaz, ancaq gedib qıraqda eləməlidir, saxladığı boksu eləmək olmaz, yuvasını eləmək olmaz, həmçinin avtomobili eləmək olmaz. Və artıq o çıxan kimi dərhal öz, belə deyək, işini görür. Daha sonra isə nə məşğuliyyətimiz varsa, təlimimiz varsa, rahat şəkildə itin fikri tam dərsdə ola-ola biz onu keçməyimiz daha məqsədə uyğundur. Gəl, gəl bura, gəl.